Vətəndaşlar arasında belə bir fikir var ki, mən vərəsəyəmsə, miras əmlakı ilə bağlı əgər bağışlanma olursa, biz də razılıq verməliyik. Xeyr, yəni qanunvericiliyə bir tələb yoxdur. Əvvəlki çəkilişimizdə mövzumuz vərəsəlik ilə bağlı olmuşdu və bizə aydın oldu ki, bu mövzu daha çox baxılan və daha çox sual yaradan mövzu olub və bu gün biz bura yığıldıq ki, həmin sualları cavablandıraq. İlkin olaraq mən o sualdan başlamaq istəyirəm ki, bu nə qədər ədalətlidir? Qeyd eləyək ki, hər qanuni olan ədalətli olmur, hər ədalətli olan qanuni olmur və buna görə də əgər vərəsələr hər hansı bir formada vərəsəlikdən məhrum edilməyiblərsə və vəsiyyətnamə yoxdursa ki, məsələn, vəfat edən şəxs vəsiyyətnamə qoyub ki, mən vəsiyyət edirəm əmlaklarımı, miras əmlakımı sırf bir evladıma, digər bütün evladları birgə vərəsə, yəni eyni hüquqlu vərəsə hesab olunacaq, yəni belə olan halda. Bu sualda bir çox mövzuya toxunulub. Qanuni kəbin deyəndə Azərbaycan Respublikasında yalnız müvafiq qeydiyyat orqanında rəsmiləşdirilmiş nikah artıq hər hansı bir ər-arvad münasibətləri, qohumluq münasibətləri yaradır. Burada birinci, yəni qeyri-rəsmi nikahda olduğu yoldaşının evladı onun qohumu hesab olunmur. Orada qeydiyyatda olması belə, yəni onun mülkiyyət hüququnu ehtiva etmir. Çünki mülkiyyət hüququ mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan və müvafiq çıxarış verildikdən sonra artıq mülkiyyət hüququ yaranır və istifadə hüququ da birmənalı olaraq qeydiyyatda olması istifadə hüququnun olduğunu da ehtiva etmir və pay almaq hüququ yəni yaranmır. Vərəsəsi də hesab olunmur xanımın. Vəsiyyətnamə qanunvericiliyi ilə yazılı formada olmalıdır və bu notarial qaydada və yaxud da notariusla bərabər tutulan orqan tərəfindən təsdiq olunmalıdır. Sadəcə olaraq qanunvericilikdə ev vəsiyyətnaməsi deyə bir anlayış var. Bu nə deməkdir? Yəni şəxs artıq evdə vəsiyyətnaməni yazılı formada yazır. Sadəcə olaraq təqdim edir notariusa 3 şəxsin iştirakı ilə və yaxud da konsulluğa təqdim edir və artıq bu vəsiyyətnamə də qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə hesab olunur. Yəni əgər indi suala daha qısa, aydın formada cavab versək, əgər vəsiyyətnamə yoxdursa, yəni şəxs kağız daşıyıcıda mövcud deyilsə vəsiyyətnamə, bu zaman artıq ümumi qanun üzrə vərəsəlik rol oynayacaq və birinci növ vərəsə mövcuddursa, birinci növ vərəsəlik üzrə, yəni realizə olunacaq vərəsəlik işi. Bu sual hüquq cəmiyyətində çox polemika yaradıb, fikir ayrılıqları yaradıb və sonuncu olaraq 26 dekabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin plenum qərarı çıxdı. Yəni sırf bu məsələ ilə bağlı və orada formalaşmış mövqe ondan ibarətdir ki, əvvəl əgər vərəsəlik işi açılırdısa və burada maksimum müddət 6 aylıq müddət nəzərdə tutulursa, artıq 26 dekabr 2023-cü il tarixdən sonra həmin o 6 aylıq müddət ləğv olunub və bunun məntiqi ondan ibarətdir ki, müddətin tətbiq edilməsi vərəsəlik işində qəbul, miras əmlakının qəbulu o ümumi həm mülkiyyət hüququnun, həm də vərəsəlik institutunun təbiətinə ziddir və buna görə artıq 6 aylıq müddət tətbiq olunmur. Yox, əgər 2023-cü ildən əvvəl 2023-cü ilin dekabrının 26-sından əvvəl şəxs vəfat edibsə vərəsəlik işi, onlara həmin 6 aylıq müddət tətbiq olunur. Lakin burada da mülki məcəllənin tələblərinə əsasən tərəflər digər
digər vərəsəyə bildiriş göndərməlidir. Vərəsə həmin miras əmlakından qəbul etməsinə və yaxud imtina etməsinə bağlı münasibət bildirməlidir və artıq o münasibət bildirmirsə həmin yəni bildirişə, bu zaman digər vərəsələr həmin o vərəsənin payını ayrılmaqla öz hissəsini realizə edə bilər. Yəni mövqe bu şəkildə formalaşıb. Bu sualda, yəni aydın olmayan hissə odur ki, övladları yetkinlik yaşındadır, yoxsa yetkinlik yaşında deyil. Əgər övladları yetkinlik yaşındadırsa, bu qanun üzrə vərəsəlik yaranırsa, yəni vəsiyyətnamə yoxdursa, bu zaman vəfat edən şəxsin həm yoldaşı, yəni arvadı, digər 2 övladları, bir də ki, əgər ana-ata faktorunu biz bilmirik burada var yoxsa yox. Əgər onlar yoxdursa, 3 vərəsəsi olur qanun üzrə və yetkinlik yaşında olduqlarına əgər hesab etsək ki, yetkinlik yaşındadır, o zaman təbii onlar ya imtina etməlidirlər öz hüquqlarına notarial qaydada və yaxud da ki, artıq öz hüquqlarını realizə etməlidirlər. Əgər belə deyək, yetkinlik yaşında deyillərsə, bu zaman ana qəyyum kimi çıxış eləyir və qəyyumluq mülki məcəllənin ümumi tələblərinə uyğun olaraq artıq Qəyyumluq və Himayəçilik Komissiyasından müvafiq rəy alınmalıdır. Bu formada realizə olunmalıdır vərəsəlik işi. Payın müəyyən edilməsi ilə bağlı, yəni sualın özünə aydınlıq gətirmək lazımdır. Çünki orada sualda verilib ki, 3 övladı var. Yəni biz belə başa düşürük ki, artıq o 3 övlad onların birgə nigahından deyil. Belə olan halda, yəni case üzrə getsək, 4 vərəsə hesab olunur və əmlakın birgə nigah dövründə əldə olunub olunmadığında sualdan aydın deyil. Əgər hesab etsək ki, həmin əmlak birgə nigah dövründə əldə olunub, yəni xanımla və vəfat edən şəxslə, bu zaman əmlakın 50% hissəsi təbii ki, qalır xanıma, digər 50% hissəsi 4 vərəsə arasında bölünəcək. Yox, əgər ümumi yəni birgə nigah dövründə əldə olunan əmlak deyilsə və sualda da qeyd olunduğu kimi 4 vərəsə varsa, 4 bərabər hissəyə bölünəcək, 4də 1 hissə. Və orada həyətdə 2 ev var qeyd olunub. Yəni o evlə bağlı çıxarış var, yoxluğu hissə də bizə aydın deyil. Yəni ümumi miras əmlakı nəzərə alınır və miras əmlakı bərabər şəkildə bölünür tərəflər arasında. Əgər başqa bir bölgü forması nəzərdə tutulmayıbsa, yəni tərəflər arasında. Bu suala cavab vermək üçün yenə deyim, ilkin olaraq başlanılmalıdır vərəsəlik işindən. Yəni hər hansı bir subyektiv hüququ olmadan, düzdür, onun qanuni gözləntisi var, amma daşınmaz əmlakın dövlət reyestrindən keçmiş mülkiyyət hüququ yoxdur. Və buna görə xanım artıq qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik işinin açılmasını edə bilər və artıq öz hüququnu realizə edəndən sonra, yəni paylı mülkiyyət statusu əldə edəndən sonra həmin mülkiyyətə paylı mülkiyyətin realizasiya qaydasını tətbiq edə bilər. Yəni öz payının ayrılmasını istəyə bilər və yaxud da ki, onun kompensasiya olunmasını istəyə bilər. Birgə idarə etmə mümkün olmadığı təqdirdə artıq naturada bölgü ilə bağlı məhkəməyə müraciət edə bilər və naturada bölgü mümkün olmadığı təqdirdə öz payının ümumiyyətcə həmin əmlakın açıq xərac yolundan satılaraq onun öz payının kompensasiya olunmasını pul şəklində ödənilməsini tələb edə bilər. Vərəsə sayılırıqmı sualına belə cavab verək ki, yəni
Vərəsəlik işi açılanda vəfat edən şəxsin miras əmlakının dairəsi müəyyən olunur. Həmin dövrdə artıq o əmlak mövcud olmur, çünki bağışlanmış olur. Lakin bir məqam var. Bağışlanma müddətindən 2 il müddət keçibsə, artıq hər hansı bir digər vərəsələr, qanun üzrə birinci növ vərəsələr hər hansı bir tələb irəli sürə bilmir. Yox, əgər şəxs vəfat etməmişdən 2 il ərzində, yəni bağışlanmanı icra eləyibsə, bu zaman qanun üzrə birinci növ vərəsələrin hüququ var ki, bağışlanmış əmlakdan məcburi pay tələb etmək hüququ olsun. Yəni indi burada baxmaq lazımdır ki, həmin o bağışlanmadan 2 il keçib keçməyib. Qaldı sualda qeyd olunub ki, biz bağışlanmaya etiraz etmədiyimizi bildirmişik. Yəni mülkiyyətçi əmlakı bağışlayanda digər şəxslərin razılığı halda tələb olunur ki, yəni burada vərəsələrin razılığı tələb olunmur bağışlanma. Çünki vətəndaşlar arasında belə bir fikir var ki, mən vərəsəyəmsə, miras əmlakı ilə bağlı əgər bağışlanma olursa biz də razılıq verməliyik. Xeyr, yəni qanunvericiliyə bir tələb yoxdur. Əgər onlar orada qeydiyyatdadırlarsa, yetkinlik yaşındadılarsa, bu halda bağışlanma prosesi icra ediləndə həmin yetkinlik yaşında olmuş, qeydiyyatda olmuş şəxslərin razılığı tələb olunur. Yəni orada onların bir növ vərəsə kimi biz əmlakın bağışlanmasını iradə ifadələrini bildirmirlər yəni. Sualdan belə aydın olur ki, vərəsəlik, yəni vəfat edən şəxs özü Azərbaycan Respublikasının vətəndaşı deyil və o Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə onun mənşə ölkəsi haradırsa, onun qanunvericiliyinə uyğun olaraq artıq tənzimlənəcək vərəsəlik işinin aparılması. Azərbaycan qanunvericiliyinə əsasən, məsələn, Azərbaycan vətəndaşı xaricdə yaşayıbsa və vəfat eləyibsə, o zaman onun Azərbaycan Respublikasında məsələn vərəsəlik işi açılır və yaxud da ki, Azərbaycan Respublikasının vətəndaşının xaricdə hər hansı bir əmlakı varsa, bu zaman həmin xaricdə olan qanunvericilik tətbiq olunur. Bu formada tənzimlənir. Sadəcə olaraq bir məqamı orada qeyd eləmək istəyirəm ki, xarici vətəndaş olduğu hissəsində əgər Azərbaycan Respublikasında miras əmlakını torpaq sahəsi təşkil edəcəksə, bu zaman vərəsəlik üzrə əldə etdiyi torpaq sahəsini vərəsə 1 il ərzində artıq satmalıdır, realizə etməlidir mütləq qaydada. Əslinə qalsa bağışlama ilə bağlı, yəni hər hansı bir qohumluq münasibətini, yəni bağışlama müqaviləsinin tərəfləri qanunvericiliylə müəyyən olunmayıb. Yəni bu mütləq qaydada qohum olmalıdır deyə bir anlayış yoxdur. Yəni həmin prosesin özü bağışlama institutuna zidd deyil. Lakin sualın özündə, yəni digər bacı qardaşlar vərəsə hesab olunurmu? Digər bacı qardaşlar vərəsə o vaxt onlar ikinci növ vərəsə. Bacı qardaş ümumiyyətcə qanun üzrə ikinci növ vərəsədir. Əgər xanım vəfat edən zaman nikahda olmasa, onun hər hansı bir evladı olmasa və ana ata sağdırsa, onun vərəsələri yalnız ana atası hesab olunacaq. Əgər ana ata da yoxdursa, bu zaman bağışlayıbsa əmlakı, yəni məcburi pay tələb edəcək şəxs qalmır. Yəni bu formada, yəni o artıq vəsiyyət eləyəcək və vəsiyyətnamə üzrə digər bacı tam şəkildə əldə eləyəcək. Çünki məcburi pay tələb etmə hüququ yalnız qanun üzrə birinci növ vərəsələrə aid hüquqdur. Yəni belə кейsdən biz belə başa düşürük ki, xanım hal-hazırda evli deyil, evladları yoxdur. Yəni ana atanın sağ olub olmadığı hissəsi bizə aydın deyil. Əgər onlar olsa, yalnız məcburi pay tələb etmə hüququ onlarda olacaq.